Din uğrunda, vətən uğrunda başda Kərbəla şəhidləri Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalam yar-ı ənsar-ı əshabı olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizi salavatla yad edək. Allahümmə salli alə Zamanə imamı, ağamız İmam-ı Zaman əleyhissalam xüsusilə bugün cümə günüdür, ağamızın günüdür deyə o həzrətin zuhurunun təcilinə sələvat edək. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Qala al-Hakim fi muhkam kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel asr. İnnel insane lefi khusr. İllellezine amenu ve amilussalihati ve tevasav bil haqq və təvasav bis-sabr. Sadaqallahul aliyyul azim. Peyğəmbər alı Peyğəmbərə sələvat edir. Allahümmə salli alə Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları Rəbbimizə əl açaraq etdiyimiz hacət və mətləbləri, istəkləri bizdən qəbul eləsin inşallah. Bildiyiniz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli bir gündür. Bir sözlə, Quran və sünniyə əsaslandıqda, bugün o gündür ki, sonuncu xilaskarımızın gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedərək, haqqın, ədalətsizliyin aradan gedərək, ədalətin, zülmün, sistəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa o günü görməyi, o günə qədər yaşadığımız bu ömürdə, bu zamanda üzərimizə düşən işləri, vəzifələri tam dürüst yerinə yetirən Allah bizi o bəndələrdən qərar versin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, müsəlmanlar, bugün sizinlə cümə xütbəsində Quran-ı Kərimin o kiçik surələrindən olan Əsr surəsinin ətrafında, izahında danışacaq. Mövzunu elə surənin ümumi ifadələrinə əsaslandıqda belə bir mövzu əsasındakı zamanın dəyəri və ya vaxtın qiyməti. Hər ikisini də bu surədən əldə etmək olar. Zamanın dəyəri, vaxtın qiyməti. İlk öncə Quran-ı Kərimdən oxuduğum o surənin qısaca tərcüməsi ilə tanış olaq və mövzumuz insan ömrü, zamanı və vaxtı barəsindədir. Bismillahirrahmanirrahim. Vəl asr. And ola əsrə. İndi bu əsr zamandır, ya axşam çağıdır, hansı vaxtı ona toxunarıq. Vəl asr. And ola əsrə, vaxta, zamana. İnnel insane lefi xasr.
İnnel insane lefi xusr. Həqiqətən insan ziyandadır. Həqiqətən insan ziyan içərisindədir. Yalnız istisna var bu insanlar içərisində. İllellezine amenu ve amilus salihat ve tevasav bil hak ve tevasav bis sabr. 4 grup bu ümumi ziyanda olanların içərisindən çıxır. Ayənin mənasına baxsaq. İllellezine amenu, deməli ziyanda olmayanlar, Allaha iman gətirənlər, bu 1. Və amilus salihat, iman gətirməklə yanaşı Allaha gözəl əməl edənlər, salih əməl sahibi. Deməli iman 1, əməl sahibi 2. Bunlar paralel eyni vaxtda. Və təvasav bil haqq və təvasav bis sabr. 3. Onlar ki, insanları haqqa, ədalətə tövsiyə edirlər, dəvət edirlər, çağırış edirlər və özləri də imtahan və sınaq qarşısında səbr edənlərdən və insanları da səbrə tövsiyə edirlər. Deməli, ümumi Allah Teala bu ayət-i şərifədə buyurur, vəl-əsr, and ola əsrə. Deməli, burada vaxt anlamında Peyğəmbər alıb Peyğəmbərə səlavası gedək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Deməli, and ola əsrə, and ola vaxta. Zaman insanın ən qiymətli sərmayəsidir. Əgər biz baxmış olsaq, bəzən insanlar sərmayələr, məsələn, bir yerə yatırım eləyir, bir yerə, məsələn, pul qoyur və gəlirini həmin o sərmayənin əsasında, büdcəsini onun əsasında təyin edir. Amma zaman insanın ən qiymətli sərmayəsidir. Yəni, nəticədə insanın ömrü nədən ibarətdir? Zamandan ibarətdir. Və bu zaman ən qiymətli sərmayə olduğuna görə və yeganə Allahın insana bəxş etdiyi o nemətlərdəndir ki, bunun da geri qaytarılması mümkün deyil. Yəni, əgər zaman gedirsə, bu zamanı biz geri qaytara bilmirik. Nə bunu dayandıra bilirik, durdura bilirik, saxlaya bilirik, nə də ki, əlimizdən gedən zamanı, vaxtı biz geri qaytara bilirik. Hər anımız əslində Rəbbimizin bizə alıb verəcəyimiz nəfəslə ömürdən bizə verdiyi bir hədiyyədir. Yəni, insan bu alıb verdiyi bu nəfəslə, alıb verdiyi bu ömür ki, bu nəfəslərdən ibarətdir. Rəbbimiz tərəfindən bizə bu bir əslində hədiyyədir. Belə bir deyim var, deyərlər, insanın ömrü bir çaya bənzəyər. Əgər onu doğru istiqamətə yönləndirsən, o çaydan, o sudan xeyir taparsan, xeyir apararsan. Əgər onu düzgün istiqamətə yönəltməsən, yəni kim əgər zamana, ömrünə, vaxtına laqeyd yanaşarsa, o əbədi ziyan qazanmış olar. Ayət-i şərifədə ki, buyurur, and olsun zamana, biz adətən andları qiymətli bir şeyə and içirik də, səmimi etiraf eləyək. Məsələn, and ola Qurana, and ola imama, and ola məsələn Peyğəmbərə, canım haqqı, əziz canımız, biraz istəyirəm o leksikonumuzda olan, o xalq dilində olan o andlarımızdan ki, bu andları biz elə hər
bir söz üçün demirik. Və xüsusilə üzr istəyirəm, məsələn, insanın öz canından əziz olan, istər ata and olsun, ana and olsun, bəzən görürsən, övlad andı, böyüklərimdən üzr istəyirəm, bəzən onu da aşır. Düzdür, bu söz biraz o qədər xoş qəbul olunmasa da, bəzən tərəfi inandırmaq üçün o ana gəlir çatır ki, deyir, and olsun balamın əziz canına. Məsələn, bəzən də çox ciddi mühüm məsələ olsa, deyir, and ola balamın ölmüşünə. Yəni, candan artıq insan nəyə də keçir? Bu andları biz səmimi etiraf eləyək ki, elə hər xırda bir məsələ üçün and içmirik. Bəzən eləsi olur ki, bir ömür nə atıya, nə anıya, nə məsələn, balıya, övlada and içmirik. Yəni, mən çevrəmdə belə tanıdığım insanlar da var. Deməli, and içdiyimiz hər nə, hər kimdirsə, o bizim üçün müqəddəsdir. O bizim üçün dəyərlidir. Allah Teala da burada vaxta and içir, zamana and içir və la-asr. And ola vaxta. Bu ayədə 4 mühüm məsələ yanaşıdır. İman, salih əməl və bir də səbirli olmaq. Zaman əslində həyatın özüdür. Yəni bizim həyatımız əslində elə zamandan, vaxtdan ibarətdir. Çalışaq ki, biz zamanı boşa xərcləməyək. Vaxtımızı hədər, mənasız putşə ilə keçirməyək. Çünki ömür ki zamandan ibarətdir. Əgər bu xərclədiyimiz zaman ki ömrün sərmayəsidir, elə bil əlində bir pulun var, iş görməlisən, sağa da xərcləyirsən, sola da filan, baxıb görürsən ki, əlindəki pul gedib, nə əlində pul qaldı, nə də ki bir iş görə bildin. İnsan ömrü də bu cürdür. Bu ayənin təfsirində belə bir hadisəni qeyd edib bir müfəssir. Deməli, gördüyü və şahid olduğu hadisələrdən bir nəfər bir uzun müddət ticari məsələlərlə məşğul olur, pulunu yığır. Və deyirlər ki, Ərəbistan yarımadasında buz baha satılır. Bu xüsusi konteynerlər, soyuducular, xaladenliklər, avadanlıqlar sifariş verir, bahalı-bahalı. Yəni illərlə belə deyək də, xərclədiyi, əldə etdiyi, qazandığını yatırım eləyir və gətirir həmin xüsusi bir yerdə o avadanlıqları quraşdırır, buz halında, amma nədənsə o gözlənilən nəticə baş vermir. Yəni, illərlə topladığı sərmayəni yatırım eləyib buz şəklində və avadanlıqlar işləmədikdə buz yavaş-yavaş başlayır əriməyə. Və bunu görən o sahibkar çox narahat olur. Bu alim deyir, gördüm, qalıb orada olanlara yalvarır ki, nə qədər əriməyib bunları alasız. Axı, avadanlıqlar işləmədikcə bu əriyir. Deyir, gördüm, çarəsiz və yardımsız bir halda qalıb. Bu ayəti şərifə deyir, yadıma düşdü ki, ayədə buyurur, İnnəl insane ləfi xosr. İnsan ziyan içindədir. Əgər Allah o verdiyi ömrü insan səmərəli şəkildə istifadə eləməsə, bəzən baxarsan ki, gözün qabağında əriyib gedir, amma heç bir şey də eləyə bilmirsən. Yəni, zaman yeganə bir sərmayədir ki, insan ömrünün sərmayəsidir. Əlindən gedəni qaytara bilmirsən, yerində də saxlaya bilmirsən. Elə bu öz axarı ilə, öz davamı ilə gedir.
Doğrudan da zamanın qədrini bilənlər, dəyərini bilənlər, onlar müvəffəq olan insanlardır. Vaxtını mənalı keçirən insanlar, ömrünü mənalı keçirən, faydalı keçirən insanlardır. Amma bu zamanın dəyərini bilməklə yanaşı, həyatın boşa keçməsin deyə, bu Əsr surəsində öyrəndiyimiz bu 4 məsələyə diqqət etməliyik. Yəni bir sözlə, bu surədə Allah insanın həyatda necə yaşamağının o meyarını göstərmiş və izah etmiş. İlləl-ləzīnə āmenū, yəni ziyanda olmayanlar, Allaha iman gətirənlər, bu 4 məsələyə diqqət eləmək. Və amilus-salihat, salih əməl sahibi olmaq, və təvasov bil-haqq, və təvasov bis-səbr. İnsanlara haqqı tövsiyə eləmək və bir də səbri tövsiyə eləmək. İmtahan, bəla anında səbirli, təmkinli olan insanlar. Səbr əslində zamanın deyərlər daşıyan gücüdür. Əslində sən səbirli olsan da olmasan da zaman öz axarı ilə gedir. Amma bu ayədə ki 4 ardıcıllığa riayət eləsək, yəni bütün insanlar ziyan içərisindədir. Birinci istisna olan illəl-ləzīnə āmenū. İman olmadan insan zamanın dəyərini bilə bilməz. İman olmadan insanın zamanı dəyərli, qiymətli, mənalı, başlıcası da Allah istəyən kimi keçə bilməz. İman olmadan insan ömrünü Allahın razılığını əldə edəcək şəkildə başa vura bilməz. Deməli, insanın bu zaman ki, ömrün sərmayəsidir, mövzumuz zamanın dəyəri, vaxtın qiyməti əsasındadır deyə çalışıram ayənin izahında, təfsirində bu mövzudan çox kənara çıxmayam. Deməli, imanlı olmaq, ömrü mənalı yaşamaq və Allahın bəxş etdiyi ömrü Allah istəyən şəkildə yaşamaq mənasına gəlir. İkinci ayədə olunan salih əməl. İnsan salih əməl sahibi də olsa bu dünyada yaşayır, salih əməl sahibi olmasa da bu dünyada yaşayır. Amma salih əməl ömrə bəzəkdir, ömrə zinətdir. Yəni yaşadığın ömrü salih əməllə, salih əmələ daxildir, Allahın razılığını əldə eləmək üçün. Məsələn, özün cəmiyyətdə faydalı insan olmağın, fərdi və ictimai məsələlərdə aktivlik, məsələn, məscid tikintisi, məktəb tikintisi, körpünün salınması, yolun çəkilməsi, quyunun qazılması, ağac əkilməsi və s. Bunlar bilirsinizmi niyə? Sədəqə-i cariyə deyiləsi bir hədis-i şərif var. Bir gün biz dünyamızı dəyişərik, amma o xeyrül əməl gördüyümüz işlər nə qədər bizdən sonra qalacaqsa, qalıcılığı davam edəcəksə, bizim əməl dəftərimizə, namə-i əmalımıza o savab yazılar. Məsələn, biri quyu qazdırıb 20 ildir dünyasını dəyişib. Amma hələ o quyunun suyundan istifadə edirlər. İçəndə sərin su, məsələn, Allah bu quyunu qazdırana rəhmət eləsin. Əgər özü sadısa, ata-anasına rəhmət eləsin. Bir sözlə, salih əməl ömrün bəzəyidir. Yəni, yaxşı gördüyün işlər sənin ömrüyə rəng qatar, bəzək qatar. Məsələn, necə saçıva, saqqalıva, geyimiyə düzən verəndə, nizam verəndə yaraşıqlı görünürsən, ömrün də bəzəkli, yaraşıqlı olması üçün salih əməl mühüm göstəricidir.
Üçüncü məsələ buyurur, وَتَوَاصَوْا بِالْحَقِّ. Haqqı təbliğ etmək. Haqqı təbliğ edən zaman əslində insan zamanı səmərəli istifadə edir. Çünki insanlara yaxşılığı tövsiyə edir və onlar yaxşı işlər gördükcə həmin onların yaxşı işlərində bunun da əməyi var. Məsələn, bir nəfər bir yoxsul, imkansız insanın əməliyyatı üçün və yaxud da ki, bir yoxsul, imkansız, az təminatlı ailədir, övladlarının, məsələn, məktəb ləvazimatlarını ala bilmir. Düzdür sənin, məsələn, əlində imkanın olanda verirsən. İndi öz əlində də olmasa, dosta, qardaşa, çevrəndə, kənarında olana əgər vasitə olmusansa, həmin o vasitəçiliyin özündə belə ömrün səmərəli və faydalı keçmə göstəricisi var. Və dördüncü buyurur, وَتَوَاصَوْا بِالصَّبْرِ. Və o insanlar ki, səbri tövsiyə eləyirlər, onların da əslində zamanının, vaxtının dəyərli, qiymətli olması və ziyanda olan insanlardan olmayan növə aid, kateqoriyaya aid. Və buyurur, əslində səbir zamanın qeyd etdik ki, əslində yükünü daşıyan bir gücdür. Səbirsizlik edib, sən səbrə hakim olmayıb, qəzəb hissi səndə daha çox təsir etmiş olsa, ola bilər elə bir hərəkət edəsən, elə bir ifadə işlədəsən, qarşı tərəfin qəlbin qırasan, onu narahat edəsən, onu incəsən. Və bir hədis-i şərif oxuyum. Peyğəmbər salavatullah qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm Həzrət buyurur, La təzulu qədəma əbdin yevməl qiyamə hətta yüsəl ən ərbə'a. Qiyamət günü bəndənin ayağını tərpəzməzdən, heç yerini tərk eləməmiş, yerindən tərpənməmiş 4 şey barəsində soruşulacaq. Qiyamət günü insan yerindən tərpənməmiş 4 şey barəsində soruşulacaq. Birinci, Allah Teala soruşar, ən umrihi fima əfnah. İnsanın ömrünü nəyə sərf etməsi barəsində. Allah soruşar ki, ay mənim bəndəm, sənə verdiyim bu ömrü necə keçirdin? Əslində ağır sualdır, ha? Bəzən görürsən ki, övladımız evə bir saat gec gələndə, müdür səni 2 dənə işdə narahat, işə gec gələndə soruşursan ki, bir saat bundan qabaq sən bu dükanı, mağazanı açmalıydın. Niyə bir saatdır yoxsan? Niyə açmamısan? Əgər tutarlı bir səbəb deyərsə, sakitləşərsən. Yox, gördün bir sağa sola elə söz yayındırırsa, biraz səs tonu qaldırarsan, səs tonu dəyişərsən. İndi öz övladın olsa bir ərkənə bir, necə deyim, bir qulaq vurması, bir sillədən indi hərə öz davranışına, xarakterinə uyğun. Deyərsən, mənə düzünü də görüm, sən bu bir saata hardaydın? Əzizim, bəzən bir müdür bir işçidən bir saat soruşanda, bəzən ata, ana öz övladından, oğlundan, qızından bir saatı soruşanda, onun insan hesabın verməyə çətinlik çəkdiyi halda, indi qəbirdən qalxıbsan, qiyamət günüdür. Hələ sorğu-sual incəliyi ilə, dəqiqliyi ilə, təfərrüatı ilə başlamayıb, Allah soruşur ki, de görüm, 60 il neynədir? 70 il ki sənə ömür verdim, ha? Bu 70 ili harda keçirdin? Axı, evə biraz uşaq gec gələndə ata deyirdi, məsələn, indiki dildə deyir, çayxanadaydım, nə bilim, oradaydım, buradaydım və s. Amma indi bir ömür yaşayıbsan, ha? Bir təsəvvür elə, 60 il, 70 il indi Allah bir kəlmədə səndən soruşur. Buyurur ki,
ən umrihi fima əfnah. Allah deyər, de görüm, sənə verdiyim ömrü nəyə sərf elədin? Yəni, vaxtı harada keçirdin bu 70-80 ildə? İkinci sual, və ən şəbabihi fima əblah. Deyər, de görüm, gəncliyini, cavanlığını xərclədin. Burada bir məntiqi, bir düşündürücü sual yaranır. Məyər bu ikinci sual birincinin içərisində deyilmi? Biraz diqqətli olaq. Məsələn, biri 70 il yaşayıbsa, deyir, de görüm, ömrünü neyi sərf eləmisən? Təzədən soruşur, deyir, de görüm, cavanlığı harda keçirdin? Axı, ömrün içərisində bu cavanlıq da var. Deməli, burada çox mühüm məsələ var. İnsanın başına nə gəlir, cavanlıqda gəlir. Cavanlıqda elədiyin günahı qoca vaxtda eləyə bilmirsən. Cavanlıqda elədiyin savabı da, qazandığın o savab, qocalıqda da eləyə bilmir. Hərəsinə nümunə misallar vurum, ayənin təfsirinə davam eləyək. Məsələn, cavan vaxtı sən günahı dayanmadan eləyə bilərsən. İstər içki olsun, qumar, çox-çox üzr istəyirəm, zina olsun və s. Fikrə nə günah gəlir, onu düşün. Amma çox-çox üzr istəyirəm burada olanlardan, bizi izləyən, səsimizi eşidən hər kəsdən. İnsan yaşlananda, bəzən fikrindən keçsə də, nəfsi ona vadar eləsə də, bəzən fizioloji cəhətdən o işi görə bilmir. Yəqin ki, əhli işara bilir nə deyirəm. Yəni, istəyir, hələ o yaşda belə istəyir, amma da mümkün olmur. Eləyə bilmir. Deməli, cavanlıqda olan o günahla qocalıq da fərq elədi. Savabda, sən dayanmadan namaz qıla bilərsən. Qədir gecələrinin namazları, xüsusi namazlar var ki, qunutunda, zikrində, ayaq üstə dayanmadan mən şahidi olmuşam. Allah dünyasını dəyişənlərimiz var. 20 ildir ki, bu məsciddəyik. 20 il bundan qabaq bizlə burada bir səhvdə, bir sırada olan Hacı Mahmud Əli Ağsaqqalımız, Kərbəlayı Səbzəli kişi, Məmməd Ağa kişi, bu yaxınlarda ümumiyyətlə Hacı Kərbəlayı Ədalət əmi, indi yadıma düşdükcə bir neçəsini qeyd elədim. Mənim indiki kimi yadımdadır, indi Füzuli əmi burada yoxdur, onlar yaşlıların içində sağdır, Hacı Orca əmidir, namazda iştirak edirlər. Əvvəllər bu sadaladıqlarım bizlər necə ayaq üstə namaz qılardıq, dayanardılar. Amma son illərdə indi dünyalarını dəyişiblər. İndi Hacı Orca əmi, Hacı Füzuli əmi ki, yaşlıdırlar, 80-ın üstü, 85-84 yaşları var. Allah bərəkətli ömür nəsib eləsin. Daha ayaq üstə namaz qıla bilmirlər. Onlar da mən namaza başlayanda deyirdim ki, ay Kərbəlayı, ay əmi, ay Hacı əzizim, onlar sən qılasan, əvvəllər ki, ayaq üstə dururdu. Deyir, nə qədər dura biləcəm, gördüm ta ayağım taqətim çatmır, oturub davam eləyəcəm. Yəni, bir sözlə, amma cavan saat, məsələn, ayaq üstə dayanır. Bir sözlə, cavanlıqda etdiyimiz o savab əməl qədəri, biz yaşlananda heç o savabı da eləyə bilmirik. Oturanda dura bilmir, qalxa bilmir, gündəlik namazları güclə bel ağrıyır, ayaq ağrıyır, yaşlı da öz işini görür. Ona görə buyurur ki, Allah deyər ki, de görüm, cavanlığı nəyə xərclədin? Deməli, ömrün bu içərisində bu cavanlıq çox önəm kəsb edir. Bir dənə də misal vurum ki, ayə tam şəffafcasına izah edəcəyimizi sizə izah edək, başa düşülsün deyə ayədə Allah bizə hansı mesajları vermək istəyir? Təsəvvür elə, sən cavansan. Bir dənə ziyanlı bir bitki əkmisən. Məsələn, tikanlıdır, indi biz o
pis aludəçi vərdişlərin elə misallarını çəkmirik. Elə bir, məsələn, ziyanlı bir ağacdır ki, sən güclü, cavansan da, enerjilisən, gücün, qüvvətin yerindədir. Amma o ağacın tikanları da codlaşmayıb. Ağacın gövdəsi də böyükdür, rişələri də hələ yerə atmayıb. Elə bil, həmin sən cavanlıq ömrün, həmin o ağac günahdır. Başa düşmək üçün bu misalı çəkirəm. Günah elədikcə elə bil o ağacı bəsləyirsən, gübrəsin verirsən, suyun verirsən, yalan danışırsan, zina edirsən, qumarı, o birisi, bu birisi, belləyirsən, vaxtında suyunu filan, o böyüyür. Ağac, tikanlar da əli atanda, tikanları var, rişələri də böyüyür, kökən. Amma o böyüyür, güclənir. Sən fizioloji cəhətdən zəifləyirsən. İldən, məsələn, 5 il bundan qabaq piyada sən buradan biniyə qədər gedərdinsə, indi məhlədən o biri məhliyə otura gedirsən, dayanə gedirsən, qıçın ağrıyır, belin ağrıyır, təngi nəfəs olursan və s. Deməli, əgər sən nə qədər cavansansa, elə bil tövbə eləyib pis vərdişlərdən, o pis əməllərdən uzaqlaşanda, o ziyanlı o bitki ki var, o ki balacadır, kötüyündən dartıb onu qopardırsan. O hələ inkişaf eləməyib, amma sən güclüsən. Amma bunun əksi olanda, onu becərirsən, bəsləyirsən, sən zəifləmirsən. İndi əl atırsan, tikanı əli paramparça eləyir, qan içində. İstəyirsən güc verəsən, onun kötüyü yerdədir, sən artıq gücdən düşmüsən, əldən düşmüsən, qoparda bilmirsən. Ona görə cavanlıq və qocalıqda müqayisədə, cavanlıqda etdiyimiz günahı qoca vaxt eləyə bilmirik, cavanlıqda əldə etdiyimiz o savab əməlləri də yaşlı vaxtda eləyə bilmirik. Ona görə ömrün bahar fəsli adlanır cavanlıq. Necə təbiətə can gəlir, ruh gəlir. Deməli, Allah Teala ikinci sualı bu olar insandan. Ərasat-ı məhşər qiyamət. İkinci sual bu olar, ən şəbabihi fīmā əbləhu. Deyər, ay mənim bəndəm. De görüm, cavanlığı hara xərclədin? Bu cavanlığın hara getdi? Üçüncü sual, وَاَنْ مَالِهِ مِنْ اَيْنَ اَكْتَسَبَهُ وَفِيمَا اَنْفَقَهُ. O əldə etdiyin mal ki var, de görüm, hardan qazandın, hara xərclədin, necə əldə elədin, haralara verdin. Bəzən görürsən, bir yerdən deyir ki, nə almısan, nə vermirsən, onu mənə qəbzin gətir. Məsələn, bir dənə 50 manatlıq bir şey aldım. İndi adam o aldıqlarının çekin səndən istəyəndə, orada bir 10 manat kəm gələndə, onun hesab kitabı qırğın mərəkiyə, dava dalaşa, de görün bu 10 manatı neynəmsən? Misal da bu, dünya hesablarında bu necə olur? İndi Allah Teala qiyamət günü deyər, de görüm, hardan qazandın, hara xərclədin? Bir gün Əli əleyhissalamdan soruşurlar, deyirlər, çoxdur bu cavablar, birini deyəcəm. Deyirlər ki, ya Əli, ya əmirəl müminin, dünyanı necə görürsən, dünyanı necə vəsf eləyirsən? Bənzətmələri çoxdur, mən mövzuya uyğun olaraq birini qeyd edirəm. Həzrət buyurur ki, mən bu dünyanın nəyindən danışım? Bunun haqqında nə deyim ki, və fi halaliha hesabun və fi haramiha iqabun. Bura bir yerdir ki, halalının hesab kitabı var, haramının da əzabı var, cəzası var. Yəni, halaldan qazanıb, hara verib, hardan qazandığın sorğu sualı olacaq. Əgər onu haram da eləmisənsə, onun cəzası var. Mən bu dünya barədə nə deyim, nə danışım? Buyurur, dünya bir ilana bənzəyər, məsəlül həyyə. Bu kənd yerində olanlar bilər, ya belə də ki, zooparka gedib qorxmayıb əlini ilana vuranlar bilər. Buyurur ki, ilanda bilirsiniz də, baş tərəfindən quyruq tərəfinə gələndə şumalt olur. Amma o tərəfi balıq təki də, pulcuqları mane olur. Həzrət buyurur ki,
Leyyunun məssuha və səmmul qatil fi cawfiha. Deyir, ilanda belə bir xüsusiyyət var ki, əli ona çəksin, yumşaq olar. Yumşaq olar. Amma deyir, unutma ki, o yumşaq olmasına baxmayaraq, onun içərisində öldürücü bir zəhəri var. Yəni, dünya səni bir gəl-gəl deyə bilər. Onun o gözəlliyi, zinəti səni allada bilər. Amma bir də görərsən, elə bir yerdə büdrəmisən, o gözəllik, camal səni çəkib aparıb, baxıb görsən, baxar kör olmusan. Gözün görməyib, sən o cür gözündə qiymətləndirmisən. Gözündə böyütmüsən, amma bu nə gördüyün kimidir, nə hiss etdiyin kimidir. Ona görə buyurur ki, üçüncü sual bu olar. Ən malihi min eynə iktəsəbəh və fīmā ənfəqəh. Allah deyirdi, görüm, hardan qazandın, hara xərclədin. Və dördüncü, Həzrət buyurur, və ən hubbina əhlil beyt. Biz əhl-i beytin sevgiyi, məhəbbəti barəsində Allah sorğu-sual eləyər. Allah bizi dünya və uqbada Quran və əhl-i beytin sevgi, məhəbbətindən ayrı salmasın. Bir neçə hədis və sözümü tamamlayım. Əlbəttə ki, mövzu geniş mövzudur və günümüzdə deyərdim ki, ən aktual mövzulardan da Allah ömürdən vəfa qılsa, növbəti xütbələrimizin biri zamanın dəyəri barəsində bu texnologiyanın inkişafı və insan həyatına təsiri barəsində bir mövzu danışarıq. Çünki bu günləri həqiqi, səmimi etiraf eləsək, bu texnologiyanın inkişafının faydalı tərəfi olduğu kimi, amma ziyanlı tərəfləri də çoxdur. Məsələn, əvvəl insanların qətli, ziyan, zərər nizə ilə, oxla idisə, indi heç kənardan kənara idarə olunan sistemlərlə, dronlarla, texnologiyanın inkişafıdır. Amma insanın necə qətli amında istifadə edilir? Bu günləri baxsaq, Qəzzədə və digər məzlum xalqların, belə deyək də, o mənfur zalimlar tərəfindən edilən qətliamları texnologiyanın inkişafıdır. Amma insan həyatına təsirləri və ziyanları mövzusunda bir cümə xütbəsində inşallah ətraflı danışarıq. Amma buradan Əmirül Möminin Əli əleyhissalamın bir kəlamı ilə sözmə Nəhcül Bəlağədə hikmətli sözlərdə 21-ci kəlam kimi keçir. Həzrət buyurur, Əl-fursatu tamurru marras-sahab. Fürsətlər bulut kimi ötür keçir. Fəntahiduha izə əqbələt. Onlar bulut insanın başı üzərinə gələndə gərək insan ondan faydalansın. Yəni bulut bir yerdə qalmır. Amma durduğun yerdə ki, sənin başının üstündən keçəcək, o anda ki, sənə kölgə salacaq, onu özünə fürsət bil, qənimət bil. Və əsl həqiqətdə zaman əslində yalnız axan bir çaydan ibarət deyil. İnsanın varlığını ölçən əslində bir ölçü vasitəsidir. Zaman insanın ömrünün, hətta özü həm filosof olub, həm həkim olub, məşhurdur, dillərdə dastandır İbn Sina. Özü çox, məsələn, görsən, həkim Loğman bəzi yerlərdə apteklərin adını da İbn Sina qoyurlar. Çox dərin düşüncəyə, istedada malik olub. Hətta onun mən bir dəfə bir əsərini oxuyanda, həyat sərgüzəştəsində var, deyir, bu biraz böyüyəndən sonra anasına deyir ki, anacan, mən uşaq olanda göyü tor-tor görürdüm. Məlum olur ki, o bir neçə yaşında, o körpə vaxtlarında ana bunun üzünə o tordan nələr çatıb, o yaddaşa sahib olub ki, hətta o 1-2 yaşında olan iti yaddaşa sahib olduğunun göstərir. İbn Sina deyir ki, əslində zamanı dayandırmaq mümkün deyil, amma onu dəyərləndirmək mümkündür. Bu, keçən zamanı qaytarada bilmirik.
İndiki məsələn hal-hazırda saat belə deyək də, Bakı vaxtı ilə 13:52-ni göstərirsə, biz bunu 50-yə qaytara bilmirik. Nədə ki, 52-də durdura bilmirik. Yəni, keçən keçib, gələni də nə olacağını bilmirik. Deyir, zamanı dayandırmaq mümkün deyil, amma onu dəyərləndirmək mümkündür. Sənə Allah bu verdiyi ömrü sən dəyərli, qiymətli, mənalı keçirə bilərsən. Tarixdə yazırlar, bir gün Peyğəmbər salavatullah, Allahın salavat salamı olsun, bir qəbristanlığın yanından keçirdi. Deyir, bir qəbrin yanında dayandı və yanında olan səhabələrə buyurdu ki, əgər bu qəbirdə yatan insan bir gün qayıtsaydı, əgər ona yenidən ömür yaşama, bu həyatı yaşama imkanı verilsəydi, sizcə o nə edərdi? Soruşur. Səhabələrdən bəzilər deyir ki, əgər o dünyasını dəyişən günahkar şəklində gedibsə, o tövbə edərdi, yəni günahlarının bağışlanmasını istəyərdi. Bəziləri deyir, əgər namaz qılan olmayıbsa, namaz qılardı. Bəziləri deyirdi ki, əgər ibadəti yerində olubsa, məsələn, sədəqə verərdi, qohumlarla əlaqələr, hərə bir söz deyir. Kimin əqlinə nə gəlir, yaxşı mənada bunu eləyərdi, onu eləyərdi. Peyğəmbər salavatullah buyurur ki, əgər bu qəbrin sahibi qalxsaydı, qayıtsaydı, ona bir kəlmə, bir sözdür, şansı, imkanı verilsəydi ki, bizə nə deyirsən, o deyərdi ki, siz sahibisiz, sizin bizdən fərqiniz odur ki, siz bu ömrü yaşayırsınız və bu yaşadığınız ömürdə dəyərli, qiymətli, mənalı vaxt keçirə bilərsiniz. Amma bu neymət bizim əlimizdən çıxıb. Fərqimiz bundadır ki, siz yaşayırsınız, amma bizim bu fürsət əlimizdən çıxıb. Yəni, vaxtın, zamanın qədrini bilmək. Vaxt, zaman bu qədər önəmlidir. Zaman əslində deyərlər, həyatın kağızı, əməl isə onun qələmidir. Yəni, zaman keçir əslində. Bizim bu həyatımızın bu vaxt kağızıdır. Etdiyimiz əməllə bu kağızda biz yazı yazırıq. Məsələn, zaman öz axarı ilə davam edir, boş listdir. Birinə yaxşılıq eləyirsən, qələm götürüb o vərağa yazırsan. Birini yıxılırdı, əl tutdun, qaldırdın və s. Bir sözlə. Boş keçən hər an əslində ömrün kəsilmiş bir parçasıdır. Məsələn, o hədər keçən, mənasız keçən vaxt ömürdən sanki kəsilir, atılır, tullantı olaraq. İnsan sərvəti əslində malla deyil, dövlətlə deyil, insanın əsl sərmayəsi onun ömrüdür, onun zamanıdır. Yəni, insan bütün etdiyi bu yaxşılıqları bu ömürdə görür, zaman çərçivəsində. Zamanını dəyərləndirən insan həm dünyasını abad etmiş olar, həm də axirətini qazanmış olar. Ona görə, əziz möminlər, əziz cəmaatımız, bir neçə sözlə sözümü tamamlayım və bu Əsr surəsinin təfsiri və izahı barəsində fikrimi yekunlaşdırım. Zaman əmanətdir. Bu əmanəti əslində elə əmanətlər var, biz onu qaytarırıq. Amma bu geri qaytarılması mümkün olmayan bir əmanətdir. Yəni, bu gedir, bunu artıq geri qaytara bilmirik. Əsr surəsində biz ümumi belə bunu anladıq ki, insanlar ziyan içərisindədir. Yalnız bu dəstədən iman gətirib, salih əməl, haqqı tövsiyə eləyən və səbri tövsiyə eləyən. Bunlardan olmasaq, bizim ömrümüz ziyandadır, vaxtımız ziyandadır.
Ona görə çalışağın zamanımızı, vaxtımızı qiymətli keçirək, mənalı keçirək, faydalı keçirək və başlıcası Allahın razılığını əldə edəcək bir şəkildə, rızasını qazanan bir şəkildə ömrümüzü başa vuraq. İlahi, vaxtın qədrin bilən bəndələrindən qərar verginən. Ey Rəhman və Rəhim olan uca Rəbbimiz, hər günümüzü, hər anımızı, hər vaxtımızı, bu keçən ötən zamanımızı sənin razılığı qazanacaq və razılığını əldə edəcək bəndələrdən bizləri qərar verginən. Ey mərhəmətli olan Allahımız, bizi ömrünü boş və mənasız hədər keçirən insanlardan bəndələrindən qərar vermə. Ey aləmlərin Rəbbi olan, yenilməz qüvvət qüdrət sahibi olan Xaliq-i Ləm Yəzəl yaradanımız, bizi imtahan və bəlalar qarşısında səbr edən bəndələrindən qərar verginən. Əsr surəsində qeyd olunan iman əhlindən, salih əməl sahibi, haqqı və səbri tövsiyə edən bəndələrindən qərar verginən. İlahi, qiyamət günü bizi üzü ağ olan əməlləri ilə Peyğəmbəri məyus etməyib, onu sevindirən bəndələrindən qərar verginən. İlahi, bir sözlə bu danışdığımız Əsr surəsinin təfsiri və zamanın insan ömrünün ölçüsü barəsindəki danışdıq. Allahım, bizi Əsr surəsinin həqiqi yolçularından qərar verginən. Zamana imamımızın zuhurunda təcil etginən. Etdiyimiz dua söhbətlərin qəlbimizdə, ruhumuzda təsirinə Muhammed və Ali Muhammedə ucalı 3 salavat zikirlər. Mevlamız İmam Zaman Aleyhisselamın təcili zuhuruna xatir salavat zikr eləyək. Cəmiyyən şəhidlərimizi salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən xəstələrin acil şəfa tapmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub azadlığa qovuşmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah qəbul eləsin. Cəmiyyən əsgərlərimizin salamatçılığına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən sürücülərimizin salamatçılığına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zaman bizim də bir yerdə, bu məsciddə, başqa yerdə fərq eləməz, çiyin-çiyinə dayanıb, ibadət eləyib, dünyasını dəyişən mömin qardaşlarımızı salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dini İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv nabid olmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hazır rəhbərlik elədik, cəmaat namaz qıldıq, gözəl xutbəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Özünün, ailəsinin salamatlığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahəti ruhuna xatir salavat zikr eləyək. Allahümmə Kərbəlayı qardaşımız zəhmət çəkdiyi salavat zikr etdirdi. Özünün, ailəsinin, balalarının səlamətçiliyinə, xüsusilə bura cəm olan əzizlərin maddi, mənəvi, istər həyatında, işində, ailəsində, sağlamlığında nə sıxıntısı, çətinliyi var, həllinə salavat zikr edir. Allahümmə salli ala Muhammed
Amin.